Salam aleykum. Deməli, bugünkü paylaşımda bizdə pasiyentimiz 75 yaşında Akif Heydarovdur. Diaqnozu sol ağciyərində 90-ın 60-a kütlə lezyon izlənir və hər iki parenximada üst payında emfizema izlənir. Deməli, pasiyenti onkoloji mərkəzə göndərirlər ki, şişi əksinlər. Təbii ki, mən bunun məsləhət görmədim. Xəstə mənimlə məsləhətləşdi. Və səbəbi odur ki, xoş xasiyyətli şişlər onları müdaxilə eləyəndən sonra bed xəssiyyətə çevrilə bilir. O səbəbdən də məsləhət görmədim və təbii müalicələrimiz başladı. Və təbii ki, bütün xəstələr kimi bu xəstədə də bir xəstəlik yox, bir neçə xəstəlik üzə çıxdı. Deməli, xəstədə insult keçirdib, onun dodağından və ağız quruluşundan bilinirdi o. İndi tədricən başladıq, bu birinci kursun 9-cu günüdür. Artıq gördüyünüz kimi birinci gündə, müalicənin birinci gündə 171-in 104-ə idi. Artıq deməli 9-cu gündə 126-nın 79-a. Heç bir kimyəvi dərman istifadə etmədən təzyiqi aşağı salan təbii bitkilər, məcunlarla gözəl bir nailiyyət ala bildik. Maşallah olsun. Sonra da davam edək nailiyyətləri. Deməli, pasiyentdə şişlə bərabər, insultla bərabər, həm də şiddətli formasında dırnaq göbələyi var. Gördüyünüz kimi bilinir, bütün dırnaqlarında, sağ ayağında, sol ayağında belə bir göbələk, şiddətli formasında göbələyi var. Deməli, müalicənin birinci günündə solda özünüz görürsünüz ki, əvvəli yazılıb. Dırnağın dibinəcən iltihab görsənir. Yəni ki, dırnaq çox pis gündədir. 9-cu gündə artıq təbii müalicələrlə elədiyimiz vaxtda gördüyünüz kimi artıq dibindən sağlam dırnaq çıxmağa başlayıb. Və nəinki dırnaqda, dərinin özündə də bilinir. Baxın. Yəni ki, dərisi də yaxşılaşıb, sağalır. Topuğun dərisi. Sonra gözə keçir. Yəni ki, şiddətli formasında göz iltihabı var pasiyentdə. Hələ heç göz həkimi olmayan insan baxan kimi gözü çox bərbad vəziyyətdədir gözü. Həm içi, həm və hər tərəfi də. İndi gördüyünüz kimi artıq 9-cu gündür. Demək olar ki, 70% bütün xəstəliklər, göz xəstəlikləri yox olur. Yəni, pasiyent sağalır, şəfa tapır. Bu müalicə metodu, ümumən təbii müalicə, bütün orqanlara müsbət təsir edir. Tək şişə yox. Gördüyünüz kimi indi dil. Dilin üstündə sarı ərpi görürsünüz. Deməli, bu ərp ödkisi qaraciyərdən xəbər verir. Artıq 9-cu gündə, müalicənin 9-cu gündə dil təmizlənir. O sarı ərpdən 90%. Ağ ərpə qalır. Ağ ərpdə kandida göbələyidir. Tədricən o da gedəcək. İnşallah növbəti paylaşımda da paylaşım edəcəyim. Ağız boşluğu da belə. Bilinir ki, ağzın içi sağalır. İndi isə pasiyentin öz dilindən, necə deyərlər, dinləyək ki, özünə o barədə, öz müalicəsinin barəsində nə deyir? Axşamı seyir həkim. Necə siz nə var, nə yox? Olma. Çox sağ olun, müalicəniz yaxşı getdi. Allah sizdən razı olsun. Gözümlərim düzəlib, dilim, sonra o ayaqdakı parmaqlarım. Allah sizdən razı olsun. Təzyiq. Təzyiq də normal deyil.
geçsindi. Ağrı ki var. Sol tərəfdə o yavaş-yavaş düzələcək. Birdən-birə düzələn şey deyir, mən bilirəm. İnşallah bir nesil Allah sizə can sağlığı versin inşallah. Bir dəfə, iki dəfə, üç dəfə indi. Allahın köməkliyindən düzələr. Allah sizdən razı olsun. Şimdi bursu başlıyor. Yani inşallah Milyas